Artıq keçirik ikinci hissəyə. İkinci hissə adlanır isimlərin cəmlənmə qaydası. İsimləri cəmləyərkən müəyyən qaydalara əməl eləmək lazımdır və onu da xatırladım ki, biz isimlərin tək formasının adı nədir, cəmlərin adı nədir, bunu bilməliyik. Cəm isimlər gördüyünüz kimi burada yazılıbdır. Plural forms of the noun, yəni isimlərin cəmlənməyi. Təkləri isə biz deyirik singular noun, yəni tək isimlər. Biz hal-hazırda cəm isimlərdən danışacağıq. Deməli, isimləri cəmləyərkən bizə lazım olan şəkilçilər S və yaxud da ES şəkilçisidir. Bəzən uşaqlar çaşır, buna S deyirlər, buna da ES deyirlər. Xeyr, buna deyirik S, buna deyirik ES. Aydındırmı? Deməli, tək isimləri düzəldərkən biz sözün sonunu artırmalıyıq S şəkilçisi. Baxın, göl, qız, qızlar demək üçün girls, qızlar. A tree, bir ağac, trees, ağaclar. Pen, bir qələm, pens, qələmlər. Dog, bir it, dogs, itlər. Bəzən isə biz sözün sonuna es şəkilçisi əlavə edəcəyik. Hansı hallardır bunlar? Əgər sözün sonu S, double S nə deməkdir? Yəni qoşa S. Ümumiyyətcə double S olmaz, başqa hərf olar. Məsələn, belə olar. Double P, qoşa P deməkdir. Yəni hər hansı bir hərfi 2 dəfə deməmək üçün biz orada double sözünü işlədirik. Double S, SH, CH, TCH, XOZ hərfləri və yaxud da hərf birləşmələrlə bitərsə, biz sözün sonuna ES şəkilçisi artırıq cəmləyirik. Məsələn, a bus, bir avtobus. Buses, avtobuslar. Class, sözün sonu ilə bitdi. Qoşa S-lə. Burada sadəcə S-lə. Burada O ilə, burada X-dən, burada CH-dən. Yəni, üstdəki qayda ödəndi. Bax, bu hərf birləşmələri bitdiyinə görə biz ona ES şəkilçisi artırırıq. Amma tələffüzə baxın, tələffüzdə hamısı Z kimi tələffüz olunur. Görürsünüzmü? Bus, buses, class, classes, potato, potatoes, box, boxes, watch, watches və s. Bəzi isimlər də var ki, ingilis dilində biz onları cəmləyərkən hər hansı bir şəkilçi əlavə eləmirik. Bunlar hansı isimlərdir? Bunlara deyirlər kökündən dəyişən isimlər. Baxın, bu hissə. Deməli, mən təkdədir, kişi deməkdir. Kişilər demək üçün biz bunun sonuna S artırmırıq. Olmaz. Mən oldum min. Woman, qadın. Woman sözünü cəmləmək üçün S-dən cəmləmirik. Kökündən dəyişdirdik, elədik woman. Foot, ayaq. Feet, ayaqlar. Goose, qaz. Geese, qazlar. Tooth, diş. Teeth, dişlər. Mouse, sıçan. Mice, sıçanlar. Görürsünüzmü? Bəzən uşaqlar belə eləyir. Mouse'un özünə S artırırlar və yaxud da cəmlənmiş bir ismə bir də burada S artırırlar. Olmaz. Bu bunun təkidir, bu da bunun cəmidir. Louse, bit təkdə, lice, bitlər cəmdə. Bunlara nə dedik? Kökündən dəyişən isimlər. Hansı ki, saitin dəyişməsi ilə cəmlənirlər. Sonra növbəti. Deməli, qaydaya deyəsən düşməyibdir uşaqlar. Əminsə mən sizə ataram. İngilis dilində müəyyən isimlər var ki, onlar həmişə cəmdə işlənən isimlərdir. Onların tək forması olmur. Məsələn, bunlardan biri trousers, scissors, var orada scales. Hamısını yazmıram. Yaxşı çıxmır yazanda. Ona görə də mən sizə onun siyahısını ataram. Həmin isimləri həmişə biz cəmdə işlədirik. Niyə? Çünki onların tək forması olmur. Məsələn, trousers sözündən sonra biz iz yazsaq yanlış hesab olunur. Şalvar sözünün xəbəri həmişə cəmdə olmalıdır. Ar. Scissors, iz olmaz. Xəbər həmişə uzlaşır cəmlə. Yəni ar. Bunları unutmayaq. Bir də ingilis dilində bir sayıla bilən isimlər var. Bir də sayıla bilməyən isimlər var. Bunlara deyirik countable noun. Bax, buradan bu tərəfəsinə hesab olunur. Countable noun, sayılanlar və ümumi uncountable noun, sayıla bilməyən isimlər. Adından məlumdur, sayıla bilməyən isimlər. Yəni, biz həmin isimləri saya bilmərik. Və onların ilk işimiz deməli nə olacaq? Onları əzbərləmək. Sayıla bilməyən isimlər ərzaq məhsullarıdır. Bunların hamısını oxumaq fikrim yoxdur. Sadəcə əzbər tələb eləyir. Mücərrəd isimlərdir. Bunlar əzbərlənməlidir. Fənn oyun adları bilirik ki, həmişə sayılmayan isimlər hesab olunurlar. Sonra materiallar. Bir də burada istisna sayıla bilən isimlər var ki,
hansı ki onlarda biz sayıla bilən isim kimi götürürük. Bax, bunlar fərqlidir. Çox diqqətli olun. Bunlar sayıla bilən isimlər hesab olunur. Düzdür, tələffüz eləyərkən məsələn tərcüməsinə baxırıq ki, külək, wind. Fikirləşə bilərsiniz ki, niyə sayılmasın? Ümumiyyətlə uşaqlar, sayıla bilən isimlərdən sayıla bilməyən isimlərin fərqi nədir? Biz niyə öyrənirik bunları? Baxın, tutalım bir dənə isim götürək. Baxaq, yuxarıdan bir isim götürək. Elə aşağıda yazıb özləri. Baxın, sayıla bilməyən isimlər götürübdür. Meet, rise. Bir dənə də sayıla bilən isim götürək. Məsələn, olsun book. Çox qəşəng xəttimiz var. Yaxınlaşdırıb yazın, daha qəşəng qalınır. Yaxınlaşdıraq yazaq. Bəli, bu bunun qəşəng formasıdır. Baxın, qarşısına artikel yazdım. Bir dənə sayıla bilən isim götürmüşəm. A book. Sonra götürürəm meet, rise. Bunlar isə sayıla bilməyən isimdir. Uşaqlar, sayıla bilən isimlərin fərqi odur ki, sayıla bilən isimlərin qarşısında artikel yazmaq olar. Hər hansı bir rəqəm yazmaq olar. Onu cəmləyib axırına s artırmaq olar. Amma sayılmayan isimlər onu etmək mümkün deyil. Sayılmayan isimlərin qarşısında hər hansı bir artikel yazmaq olmaz. Ya əni, ya əni. Onların sonuna baxın, üstünə zaten xəttləyibdir. S-dən cəmləmək olmaz. Aydındırmı? Sonra sayıla bilməyən isimlərin xəbəri həmişə təkdə olur. Məsələn, my hair, saç sözü sayılmır. Ondan sonra ar yazmaq olmaz. Mütləq iz yazılmalıdır. Çünki sayıla bilməyən isimlərin xəbəri təkdə olur. Sonra there is not meat in the fridge. Soyuducuda ət yoxdur. Ət burada sayıla bilməyən isimdir. Onların qarşısına ar yazmaq olmaz. Niyə? Çünki onun xəbəri həmişə təkdə olmalıdır. Aydındırmı? Sonra başqa necə? 4 dənə işarə əvəzliyimiz var idi uşaqlar. This, sonra Z. Bunlar sayılmayan isimlərdən işlənə bilər. Həmçinin sayıla bilən tək isimlərdən də işlənə bilər. Amma sayılmayan isimlərin qabağında yazmaq olar. Məsələn, this, that meat ola bilər. Bəs nə olmaz? These cəmdə olan olmaz. Sonra those cəmdə olan işlənməz. Aydındırmı? Yalnız tək formalar işlənə bilər. Bir də biz sayıla bilməyən isimlərin xüsusiyyətlərini öyrənərkən onların sayıla bilmədiyini elan elədik. Bəs onların ölçüsünü, miqdarını göstərmək üçün biz nələrdən istifadə edə bilərik? Baxın, bowl of, bir kasa, cup of, bir fincan, piece of, bir parça, kilo of, bir kilo ət, glass of, bir stəkan kimi sözlərdən istifadə edərək miqdarını bildirə bilərik. Məsələn, tutalım ki, suyun miqdarını bildirən bir stəkan su, a glass of water. Yaxşı, bəs 2 stəkan su desək necə olur? Onu da yuxarıdan yazıram. Məsələn, 2 stəkan deyirəm. Glass, 2 glasses. Neynədim? Glası burada neynədim? Cəmlədim. Çünki burada 2 demişəm. 2 glasses of water. 2 stəkan su. Yaxşı, biz burada yazsaq, özündən sonra xəbər gətirsək, desəm iz yoxsa ar. Siz burada nə yazmalıydınız? Əlbəttə ki, iz. Çünki bir stəkandan söhbət gedir. Artikel elə bir deməkdir. Burada bəs nə yazasınız? Ar yoxsa iz? Əlbəttə ki, ar. Niyə? Çünki ofdan qabaq gələn ismim artıq cəmlənibdir. İngiliscədə belə bir qayda var ki, cümlənin xəbəri ofdan qabaq gələn ifadə ilə, sözlə uzlaşır. Glasses olduğuna görə mən burada ar yazacağım. Aydındırmı? Məsələn, keçək növbətiyə. Silin buranı. Məsələn, a bowl of soup, bir kasa şorba, 5 kasa demək istəyirəm. Rəqəmlə yazıram artıq yer tutmasın deyə. 5 bowl bowl 5 dediyinə görə, 5 dediyimə görə neynirəm? Bowl'u cəmləyirəm. 5 bowls of soup. Aydındırmı? 5 kasa sup. Xəbər ardımı, izdimi? Əlbəttə ki, ar. Siz çaşıb supu görüb iz yazmayın. Çünki ofdan qabaq gələnlə uzlaşır. Bu qədər. Növbəti videoda isə artıq müəyyən test izahlarına keçəcəyik.